Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumatın tərtib edilməsi barədə video təlimat. Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumat cədvəli dövlət müəssisəsinin fəaliyyətində yarana biləcək qeyri-müəyyənlik hallarının və öz növbəsində onların yarada biləcəkləri risklərin mümkün qədər vaxtında və etibarlı qiymətləndirilməsi, həmçinin idarə olunması, yəni qarşısının alınması və ya icrası üçün maliyyə resurslarının proqnozlaşdırılmasının mümkünlüyünü təmin etmək məqsədi ilə tərtib olunur. Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumat cədvəli 2 blokdan ibarətdir. Cədvəlin birinci blokunda qanunvericilikdən, müqavilələrdən irəli gələn və konstruktiv, yəni media vasitəsilə əhalidə ümid yaradan öhdəliklər və hadisənin mümkün təsirləri sütunları yer almışdır. Bu sütunlarda hökumət tərəfindən verilən məhdudlaşdırıcı və digər qərarlar nəticəsində həmçinin zəmanət və digər müqavilə öhdəlikləri ilə bağlı və dövlət müəssisəsinin üzərinə götürdüyü konstruktiv öhdəliklərlə bağlı yarana biləcək risklər və onların mümkün təsirləri üzrə nümunələr gətirilmişdir. Məsələn, region ölkələrində baş verən gözlənilməz hadisələr nəticəsində hökumət tərəfindən müəyyən qəfil məhdudlaşdırıcı qərarlar verilə bilər ki, bu da müəssisənin ixrac əməliyyatlarına mənfi təsirlər göstərə bilər. Belə olduğu halda, dövlət müəssisəsi qeyri-müəyyənlik mühitində bu təsirlərin ehtimal dərəcələrini və yarada biləcəyi maliyyə öhdəliklərini qiymətləndirməyə çalışmalıdır. Növbəti misal, digər bir müəssisənin kredit öhdəliyi üzrə zəmanət müqaviləsi bağlamış dövlət müəssisəsi borclu müəssisənin ödəniş qabiliyyətini daim izləməli və nəzarətdə saxlamalıdır ki, borclu müəssisənin ödəniş qabiliyyətinin pisləşməsi halında yarana biləcək əlavə maliyyə yükünü vaxtında və etibarlı şəkildə qiymətləndirsin. Başqa bir misal, hər hansı infrastruktur layihəsini həyata keçirən dövlət müəssisəsinin ətrafda yerləşən obyektlərə maddi zərərlər vurulması ilə bağlı konstruktiv öhdəliyi mövcud olduğu halda, həmin müəssisə bu öhdəlik nəticəsində gözlənilən riskləri mümkün qədər vaxtında və etibarlı şəkildə qiymətləndirilməlidir. Cədvəlin ikinci blokunda hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna sütunlarında hadisənin baş vermə və pul vəsaitlərinin xarici olması ehtimalları 37 nömrəli İAS-ın tələbləri də nəzərə alınmaqla faizlər üzrə təsnifləşdirilmişdir. Belə ki, ödəniş tələb oluna bilən hadisənin baş vermə ehtimalı 5%-dən kiçik olduqda az ehtimallı riskləri kimi təsnif edilir və açıqlanması mütləq deyildir. Ödəniş tələb oluna bilən hadisənin baş vermə ehtimalı 5%-dən 50%-ədək olduqda şərti öhdəliklər kimi təsnif edilir və açıqlanması tələb olunur. Ödəniş tələb oluna bilən hadisənin baş vermə ehtimalı 50%-dən 95%-ədək olduqda qiymətləndirilmiş öhdəliklər kimi təsnif edilir və maliyyə hesabatlarında bu kimi əks etdirilir. Ödəniş tələb oluna bilən hadisənin baş vermə ehtimalı 95%-dən böyük olduqda qısa müddətli kreditor borcları kimi təsnif edilir və maliyyə hesabatlarında müvafiq xanalarda əks etdirilir. Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumat cədvəlində baş vermə ehtimalı 50%-dən 95%-ədək sütunu üzrə hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna məbləğlər, maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna sütunlarının kəsişməsində uzun müddətli qiymətləndirilmiş öhdəliklər və qısa müddətli qiymətləndirilmiş öhdəliklər kimi təsnifləşdirilir. Qiymətləndirilmiş öhdəliklərin və şərti öhdəliklərin məbləğlərinə dair məlumat cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər rüb bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur.